Salam əziz Cəlilabadlılar. Cəlilabadın Heydər prospektinin dairə el arasında quruq dediyimiz ərazidə köhnə alınan 555 obyekti satılır. 7 sot ərazisidir. 1000 kvadrata yaxın obyektlər var. 1000 kvadrat necədir? Yəni 2 mərtəbə və podvalda da obyektlərimiz var. Obyektlərimizlə yaxından keçək tanış ol ətraflı. İkinci mərtəbədə bərbərxanadır və xeyri obyektlərdir. Və podvalımızda da obyekt var. İdman zalıdır. Keçidirik birinci mərtəbəyə. Birinci mərtəbə deyəndə, yəni podvala. Ora hamamdır. Burada idmançımız da göstərir. Burada trenajör zalıdır. Burada trenajör zalıdır. Fitness. Və keçidirik növbəti obyektlərimizə. İkinci mərtəbədə bərbərxanadır, salondur. Və növbəti otağı da uzaqdan göstərək. İçəridə müştəri olduğu üçün göstərmək olmuş. Və obyektimizin küçə hissəsidir. Burada da 2 obyekt var, bağlıdır. Biri pinəçidir, biri versi ustasıdır. Hal-hazırda biri isə qapı-pəncərə düzəlir. Və obyektimizin küçə hissəsində salon da var. Burası salon hissəsidir, burası isə gəlinlik pataları satılır. Keçirik obyektimizin ön hissəsinə. Və bura obyektimizin içəri hissəsi. Hal-hazırda arendiyadadır. Qısa formanı təqdim edirik və mağazamızın ambarı da var. Bura obyektimizin ambarıdır. Keçirik növbəti obyektlərimizə. Hal-hazırda obyektimizi təqdim etdik. Hal-hazırda Ova Marketə arendiya verilib. Keçirik növbəti obyektlərimizə. Bankomat da var burada ABB-nin. Bu ikinci obyektimizdir. Arendiyadadır. Bu yol üzrə 3-cü obyektimizdir. Yol üzrə 20 obyekt var. Bir obyektimiz də burada yerləşir. Növbəti obyektimiz. Burada növbəti obyektimizdir. Obyektlərimiz çox yol üzrə göstərə bilərik. Nə istəsəz var obyektlərimizdə. Ət məhsullar, şirniyyatlar, yem dükanı, təkərçi, qapı-pəncərə obyekti çox ya bizdə. Burada qəssab dükanımızdır. Burada ikinci mərtəbədə obyektdir. Genişdir. Və növbəti obyektimiz var burada. Onun da qapısı bağlıdır. Studiyadır. O obyekt, bağlı olan obyekt, indi göstərdiyimiz açıq obyektdən də genişdir və böyükdür. Ərazisi obyektimizin 7 sotdur. 1000 kvadrata yaxın obyektlərdir. Necə 1000 kvadrat obyektlərdir? Çünki deyərsiniz 7 sotda 700 kvadrat olsun. Elə deyil. İkinci mərtəbədə obyektlər var, podvalda da obyektlər var. Yan hissələrdə də obyekt var. Qiyməti 1 milyon yarımdır. Kim istəyərsə 050 629 67 57 nömrəsi əl arasında ətraflı məlumat alsın.